Kimlərsə dövlət işində işləyir, kimlərsə başqa işlərlə çalışır. Hər hansı bir işi görən bir usta, bir adam, bir məmur ayın sonunda bilir ki, bir aydan sonra maaş alacaq və o maaşla, aldığı o maaşla çörək alacaq və s. başqa bir şeylər edəcək. Hər kəsin öz işidir. Amma arıçı, baxın, bunu əldə etmək üçün bu möhtəşəm balıq bir il əziyyət çəkir. Bax, indi bunu götürdük, bu arı ailəsini gənədən təmizləmək, müalicə aparmaq, o qədər əzab, əziyyət, qışı keçirtsin, yaza çıxartmaq və yazda yenə də arılara qulluq etmək, arıları gənədən təmizləmək, müalicə etmək. Nəhayət, bax, bu balı götürürük. İndi aya o da arı ailəsi sağlam olacaq, olmayacaq, ölər, ölməz. Bax, bir il gözləyirik. Bu balı da mən əgər bilsəm, mənim evimdə sabah mənim çörək almağa pulum yoxdur, mən bu balı ucuz satmayacağım, heç kəsə də bir kampaniyam falanım etməyəcəyəm. İndi kim məni necə başa düşür, qoy başa düşsün. Mən günəşin başıma, günəş döyə-döyə bu işləri görürəmsə, istirahat eləmirəmsə, mənim ixtiyarım yoxdur. Kimlərəsə 3 kilo bal verib, üstündən də 2 kilo ona yamaq vurum. Arı arılığı ilə gündüz isti olan vaxtlar çalışmır yayda. Səhər sübdən çalışır, bir də axşam üstülər. Amma arıçı günün istisində də çalışır.